Demişdim ki, həkim olacağım. Ondan sonra məndəki o əzmi gördü. O da dəstəklədi məni. Axıra qədər, 10-cu sinifə qədər, hər il, hər axşam yeməyi süfrəsində mənim qızım həkim olacaq, həkim olacaq. Ağ xalat geyinəcək, belə deyərdim. Səmimi, evdə heç çöldə göründüyü kimi birisi deyil idim. Qapıdan girdiyi an sanki bütün yorğunluğunu atırdı. İşdə üzləşdiyi çətinlikləri bizə qətiyyən əks elətdirmirdi. Məktəbə getməyə çox həvəsliydim, çox sevirdim məktəb ləvazimatlarını. Məktəbə gedən uşaqlara saatlarla baxmağı pəncərədə. Atam da onu görürdü, o həvəsimi. Hər işdən qaydanda heç bezmirdim, yorulmurdu. Məni ləvazimat mağazasına aparırdı. Deyirdi, bir göstər görüm nə istəyirsən. Alırdı, gətirirdi evə. Sonra biz anamla onları oxuyurduq. Mən axşam atama danışırdım. Çox gözəl xatirələr idi mənim üçün. Məktəbə gedəndə də atam birinci gün yanımda